Və sizə bir senari yazım burada. Aha. Gerçəkləşər, gerçəkləşməz onu bilmirəm. Amma səmimi qəlbdən, yəni bu, Dəyərli izləyicilərimiz, diqqət Sport Info TV-nin ekranına. bunu səmimi qəlbdən deyirəm. Məncə hər nə qədər fantastik səslənsə də, məncə Qarabağın bu oyunda heç eləməyə şansı belə var. Yəni Liverpool səfərində düzdür. Amma məsələ nədən gedir? Burada ilk öncə Arne Slot öz yerini qorumaq üçün, yəni hər hansı bir heç belə artıq Arne Slotu yerindən eləyə bilər Qarabağla oyunda. Yəni mən İngiltərə mətbuatından belə deyək də yayılan xəbərləri deyirəm. Məncə bu oyunda Arne Slot böyük bir dəyişikliyə getməyəcək. Yəni əsas heyət oyuncularının əksəriyyəti meydanda olacaq. Çünki yenə deyirəm, artıq o məşqçinin stolu ki var, əməlli başlı sallanmağa başlayıb. Yəni söhbət Arne Slotdan gedir. Hər hansı bir heç belə. Yəni məncə Arne Slotun artıq son şansı ola bilər Liverpoolda. Çünki düzdür, Qarabağ inanılmaz işlər görür Çempionlar Liqasında. Bu məsələnin başqa bir tərəfidir. Amma nüfuza baxsaq, Liverpoolun Qarabağla öz meydanında heç eləməsi məncə Liverpool cəbhəsi üçün bu böyük bir xaos yarada bilər. Sən artıq heç-heçənin müjdəsini verdiyini deyə bilərik. Yəni mən sizə açıq deyirəm, hətta belə çox belə illəri gedə bilərəm bu mövzuda. Yəni Liverpoolun hal-hazırdakı durumu elə bir vəziyyətdədir ki, yəni komanda təsəvvür edin ki, hər oyun qol buraxır. Və Bournemouthla oyunda elə bir ki, Bournemouth Liverpool'uydu, Liverpool Bournemouth'uydu. Yəni elə bir oyun gedirdi. Ona görə bu ardıcılıqla o oyunlarda baş verənlər məncə Qarabağın səfərdəki şansını çox artırıb. Yəni bu mənim şəxsi fikrimdir.